Azərbaycan Dəmir Yolları Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb. Bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Arif Ağayev deyib. Hal-hazırda olduğumuz Ermənistanla sərhəddə Ordubad rayonunun Salaməlik stansiyasında tikinti işlərinə start verilmişdir. Bu tikinti işləri 188 kilometr uzunluqda dəmir yolunu əhatə edəcək, məqsəd müasir tələblərə uyğun dəmir yolu şəbəkəsi qurmaqdır. Yol hazır olduqdan sonra yolun ümumi yük ötürmə qabiliyyəti 15 milyon tona çatdırılacaqdır. Bildiyiniz kimi 2025-ci ilin avqust ayının 8-də cənab Prezident Vaşinqtonda növbəti bir uğura imza atmışdır. Bu beynəlxalq sülh və rifah üçün marşrut, Tramp marşrutunun razılaşmasına imza atmağa nail olmuşdur. Bu razılaşma ilə bizdə dəhliz üzərində yerləşəcək ölkələr arasında dəmir yolu bağlantısı qurulacaqdır. Zəngəzur dəhlizi orta dəhlizin əsas komponentlərindən biri hesab olunur və gələcəkdə Avropa-Asiya arasında yük daşımalarda ən yaxşı alternativlərdən biri kimi qiymətləndirilir. Bu dəhliz həm də Şimal-Cənub dəhlizinin əsas halqalarından birini təşkil edəcək deyə sədr müavini qeyd edib.